onlarının masallarından danıştı. Dedi: Yey padişahlige که علتار padişahligedir bir padişaha benzir ki oğluna toy tuttu. Padişah az neykarlarını davet olanlar quluncuna yolladı. Ama onlar samadılar gələrlər. Gene ayrı neykarlar yolladı. Dedi: davet olanlara deyiniz, baxın, soframa amade etmişəm. Seğirlərim o pərvarı kussalalarımın başları kəsilmiş o varizat amadadır. Toya gəliniz. Ama onlar etina etmediler و gittiler. Biri əkine yerine, o biri de işine. Qaluğı de padişahın neykarlarını tutdular, onlarla ihanetlə rual etdiler و onları ellerdiler. Padişah qəzzəblənni و از qoşunlarını yolladı و o adam eldirənləri nabud etdi ve onların şəhrini ota çəkdi. O zaman az neykarlarına dedi: toy cəşni amadadır. Ama dəvətlər layiq deyillərdi. Pes کوچه bazarlara gidin و her kesi ki buldiniz toya davet edin. O neykarlar de yollara gittiler و her kesi ki buldular خوب و pis yıktılar. Ələ ki toy cəşni qonaqdan dolu. Onda ki padişah içeri geldi ta qonaqları gere, orada bir kişi girdi ki dalınay rəxt toya yaraşmayırdı. Padişah ona dedi: yollaş, sen toya yaraşan rəxti giyməmiş nə gəldin içeri? O qonağın gəpi gəlmədi. Ona padişah az neykarlarına dedi: bunun qıçığolunu bağlayız و به لسن yazıq rəngisinə atınız. Oraya ki ağlamaq و diş qırçmaq olar. Çünkü davet olunmuşlar çoxdurlar ama seçilenler azdurlar.